Yeri gəlmişkən bir xəbərlə davam edək. ARB televiziyasında bugündən etibarən yeni teleserial başlayır yayıma. Romantik komediyadır. Səni mənə versələr. Səni mənə versələr. Ay ARB-yə bax, ARB-yə bax. Bir sujetimiz var. Gəlin baxaq. Anam, bacım, qız gəlin, əli ayağı düz gəlin. 7 oğul istərəm, bircə dənə qız gəlin. Yeni mövsümdə ARB tamaşaçılarını sevgi, gülüş və maraqlı hadisələrlə dolu bir hekayə gözləyir. Biz sizin qıza öz balamız kimi baxarıq. Ya, biz burada pis baxırıq. Həftənin birinci, ikinci və üçüncü günləri axşam saat 21:30-da yeni romantik komediya Səni mənə versələr serialının efiri başlayır. Serialın hazırlıqlarına yaz aylarından başlamışdıq və bütün yay boyu bütün komanda istəyir, ssenari komandası istəyir, çəkiliş komandası istəyir, aktyor, aktrisa heyəti məsləhətləşmələrlə, yazılarla, məşqlərlə, məkan seçimləri, geyim, rekvizit və s. digər ön hazırlıqlarla başlamışdıq. Sujet xətti və baş qəhrəmanlarının hekayəsinə gəldikdə isə bizim əsas baş qəhrəmanlarımız Xəzər və Nazlı. Nazlı 7 qardaşın bir bacısıdır və atasını da saysaq, o 8 nəfərin nəzarətində bu günə qədər yaşamış bir adam, bir xanımdır. O 7 qardaşından və atasından almaq kimi çətin bir missiya düşür Xəzərin üstünə. Çəkilişlər əsasən Balaxanı kəndində aparılıb, lakin ssenaridə bu kənd konkret Balaxanı kimi təqdim edilmir. Hadisələr istənilən Azərbaycan bölgəsində cərəyan edən bir kənd həyatını əks etdirir. Fürsətdən istifadə edib Balaxanı sakinlərinə də həm Balaxandakı dövlət qurumlarına, bələdiyyəyə, Bakı şəhər icra hakimiyyətinə və digər qurumlara təşəkkürümüzü bildiririk. Çəkilişdə göstərdikləri köməyə görə çox mehriban, çox rahat çəkilişlər apara bilirik orada. Günə doğru komandası olaraq yaradıcı heyətə uğurlar arzulayır, tamaşaçılara isə bol gülüş, maraqlı anlar və sevgi dolu axşamlar diləyirik. Vallahi gülməyə ehtiyacımız var bu aralar. Heç olmasa nəyəsə baxanda bir iynimiz açılsın. Məncə də. Uğurlar arzuluyuruq, ardı gəlsin. Səni mənə versələr. Baxılacaq. Adı belə ürəyə yatımlıdır. Özü də yəqin diqqət çəkicidir. Başlasın, biz də baxaq görək necə alınır.